Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Bu günləri biz sizinlə bərabər Age of History 3-də 2-ci Dünya Savaşını gətirdik. 2-ci Dünya Savaşı serisini gətirdik. Yəni gördüm ki, Fest 3 videolarıma çox adam baxıb və çox like gəlib. Ona görə də yəni istədiyim qədər çox gəlməsə də istədiyim qədər like gəlib. Ona görə də bu günləri biz sizinlə Fest 3 videosu atacaq. 2-ci Dünya Savaşı. Hə dostlar, biz 2-ci Dünya Savaşını seçdik. Hə dostlar, Türkiyəni seçməyəcəm. O zaten çox çəkdik Türkiyə serisini. Ən yaxşısı məncə Fransadır. Biz indi Fransa ilə Almaniya yox. İtaliya budur. Uy, nüfusu bayağı artır. Bəs bizdə az nüfus. Hə dostlar, indi biz buradan Yugoslova krallığına qədər gəlməliyik. Onun üçün də ən asan yol buradandır. Yox imiş ki. Allah kahretsin. Deyəsən Almaniya bizi rakiplərə eklədi. İlişkilərimiz yaxşı deyilə bilməz. Burada mən ordularımı birləşdirmək qərarına gəlirəm. Bu şey. Yəni çox uzaq bir məsafədə qoymadım. Məsafəni uzaq qoymuram. Bura göndərəcəm. Şey, süper. Tələbdə bulunaq. İndi sıra gəldi dostlar Avstraliyaya. Avstraliya heç yox olmuş. Ancaq mən yenə də bir də casus göndərəcəm. Ya bilmək mənim də haqqımdır.
Görək nə qədərdir bunun əsgəri. Erkən super piyadaları təzə eklenib deyəsən oyuna. Oyuna biraz çox şey eklenib. Ordu oluşturaq. Aha, nüfus artışı qalxdı. İndi biz əsgəri danışman seçək. Yaşay. Ordu bu aradan zəifdilər. Qıtlıq çəkirlər. Ordu bu aradan. Ya dostlar, ordularımı heç ayırmaq istəmirəm. Ha dostlar, ancaq əsl operasyon elə başlamayıb. Əsl operasyon koskoca Yugoslova krallığıdır. Bəlkə də dostlar, bəzi adam var idi ki, 2-ci Dünya Savaşı serisinin gəlməyini çox istəyirdi. Və o seri gəldi day. Hə, araşdırma önəmli bir şeydir. Tələbdə bulunaq. Edək yox. Buraları alaq.
Hədə şəxə. Hamısını alaq. Mən elə bildim ki, Yugoslova krallığına da çatmayacaq ulduz. Ancaq satacaq. Sonra fikirləşdim ki, çatar. Hə dostlar, indi görək bu Yugoslova. Görək bu Yugoslova krallığında ümumiyyətcə ordu sayısı nə qədərdir? İnşallah çox çıxmaz ordusu. Hə dostlar, görək Yugoslova krallığı nə qədərdir? Ordu sayısı 50.000. Görək nükleer kredi 4.0. Olay sayısı, görək nükleer bombası var. Yoxdur deyəsən. Deyəsən yoxdur. Allahın altında ilişkilərimiz yaxşı deyil idi. İndi bu Yugoslova krallığının əsgərləri gələcəklər. Qarşılarında böyük bir deplasman görəcəklər. İnşallah bütün ordularını gətirməzlər. Dedik. Orduların elə hamısını gətirdilər. Arkadaşlar, bu oyunda en büyük taktika bilirsiniz nədir? Ordunuzu heç vaxtda ayırmayın. Heç vaxtda ordularınızı birbirinden ayırmayın oyunda. Ay Mehmet, yeşillaştır yatağında. Lütfen bilmem ki bire içti. Ya benim yaşadı ya içti. Yeşillaştır. Aha dostlar. İndi şey dostlar. Hə dostlar, bugünlük video bu qədər idi. Sağ olun.